Salam değerli izleyiciler, əziz tamaşaçılar. Güney Azərbaycan televiziyasının efirində yayınlanan bizim mövqe verilişini izləyirsiniz. Studiyada Rusif Məmmədsoydu. Tarixlər 7 noyabr 2025-ci ili göstərilir. Gündəm hər zaman olduğu kimi yenə də zəngindir. Həm Rusiya-Ukrayna cəbhəsindən yeni xəbərlər gəlməkdədir, həm də təbii ki İran və İran daxilində baş verən prosesləri diqqətinizə çatdıracağıq. Bugünkü verilişimizi mütləq sona qədər izləyin ki, siz də baş verənlərdən və yaxud da baş verəcəklərdən anında xəbərdar ola biləsiniz. Dəyərli izləyicilər, qeyd edək ki, verilişimizin ilk qonağı təhlükəsizlik məsələləri üzrə mütəxəssis, ekspert, hörmətli İlham İsmayıldır. Xoş gördük İlham müəllim, hər vaxtınız xeyir olsun. Xoş gördük Rusif bəy, hər vaxtınız xeyir olsun. Doğrudan da böyük bir qələbə ərəfəsində məni də studiyanıza dəvət etdiyiniz üçün verilişinizə təşəkkürümü bildirirəm. Biz də sizə təşəkkürümüzü bildiririk. Sözünüzə qüvvət, mən də bütün soydaşlarımızı, bütün Azərbaycan xalqını bu böyük zəfər münasibəti ilə ürəkdən təbrik edirəm. Allah təala zəfərlərimizin sayını daha çox eləsin. Təbii ki, bu zəfər asan başa gəlmədi bizlərə. Bu mənada Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Valideynlərinin qarşısında baş əyirəm. Qazilərimizə Allahdan can sağlığı arzulayırıq və bu diləklərimizlə verilişimizə start veririk. Hörmətli İlham müəllim, mən istəyərdim təbii ki, sizin də sözünüz varsa bu zəfərlə bağlı. Çünki bu müddət ərzində, elə bu müharibə ərəfəsində də, müharibədən sonra da sizinlə müxtəlif televiziyalarda çox maraqlı müzakirələrimiz baş tutub. Xankəndi ilə bağlı mən sizin prinsipal mövqeyinizə bir neçə il o istiqamətdə açıqlamalarınıza da dəfələrlə şahidlik eləmişəm mənim də verilişlərimdə. İstəyərdim zəfərlə bağlı sizin də öncə bir fikirlərinizi eşitək. Təşəkkür edirəm. Mən 1-ci Qarabağ müharibəsinin veteranıyam. 5 kəndi azad etmişik, 2 kəndin müdafiəsində iştirak eləmişəm, mühasirədə olmuşam. Bunlar öz yerində. Amma bizim zəfər günü ilə bağlı mən sözümü demək istəyirəm. Rusif bəy, bizim millətimizin, dövlətimizin, xüsusilə millətimizin bayramları çoxdur. Yəni, müqəddəs bayramlarımızdan tutmuş, yəni ki, mənəvi bayramlarımıza qədər Novruz bayramı, Yeni il və s. bayramlarımız var. Amma gəlin, bax, diqqətlə fikirləşək, görürük ki, biz hər bayramda, 30 il ərzində hər bayramda dedik ki, Allah eləsin gələni Qarabağda olaq. Bu bayramı Qarabağda keçirdək. Deməli, bizim üçün ən gözəl bayram bu. Ən böyük bayram bu bayramdır ki, biz Novruz bayramını dünyanın istənilən nöqtəsində qeyd eləyə bilərdik. Amma istəyirdik ki, Qarabağda qeyd eləyək, Şuşada qeyd eləyək. Bax, bu mənada bizim bu zəfərimiz həm millət olaraq, həm dövlət olaraq o qədər böyükdür ki, mən bundan böyük, yəni ki, öz tariximizə diqqət yetirəndə, nəzər salanda, tariximizə baxanda, lap belə deyək, dövlət quruluşumuz başlayandan ilk illərdən, yəni ki, eramızdan əvvəldən tutuşbağa baxanda mən bu qələbənin, bu zəfəri, bu bayramı millətimin və dövlətimin ən böyük bayramı hesab edirəm. Çünki yenə deyirəm, bu hər şeydən üstündür. Çünki bu bizə kirlənmiş, belə deyək ki, şərəfimizi yudu, təmizlədi, bütün dünya qarşısında bizi güclü olduğumuzu göstərdi. Biz şərəflə, ləyaqətlə dünyanın hər yerində mən Azərbaycandanam deyə, mən özüm də bunu şəxsən dəfələrlə demişəm və necə böyük bir belə hörmətlə qarşılandığını şahid olmuşam. Mən ona görə də bir daha deyirəm, bu bayram bizim üçün çox böyük bayramdır. Bir dövlət olaraq da, bir millət olaraq da. Bundan bizim böyük bayramımız yoxdur. Çünki biz bu bayramla özümüzün hərbi, siyasi, iqtisadi gücümüzü bütün dünyaya nümayiş etdirdik. Allah eləsin, bundan sonra da siz də əvvəldə qeyd elədiyiniz kimi həmişə bizim zəfərlərimiz olsun, həmişə bizim belə də hərbi, siyasi, iqtisadi gücümüz o qədər möhkəm olsun ki, bizə puskuda durub baxan, belə deyək ki, bəzi güclər var ki və o güclərin əlaltıları var ki, heç vaxt fikirləşməsinlər ki, Azərbaycanı hansısa bir yoldan təzyiq eləyək. Təbii ki, biz arxayın olmamalıyıq. Biz həmişə ayaqda olmalıyıq. Çünki necə deyirlər, o puskuda olanlar yatmayıblar. Biz də həmişə diqqətli olmalıyıq, ehtiyatlı olmalıyıq. Bəli, sözünüzə qüvvət, indi bizim dəyərli efir rejissorlarımız həmin o vətən müharibəmizdən kadrları bizə təqdim edirlər. Təşəkkür edirəm hər birinə və orada təbii ki, puskuda duran ölkələr bizim o xüsusi təyinatlı cəngavərlərimizi gördükdən sonra mən hesab edirəm ki, nəinki 2 dəfə, 5 dəfə, 10 dəfə daha düşünməlidirlər ki, bu əskərlə biz necə bacaracağıq, həm də bizim mövzumuz da Rusiya-Ukrayna cəbhəsindədir. Xatırlayırsınız İlham müəllim, müharibənin ilk illərində, Rusiya-Ukrayna müharibəsinin ilk illərində nə qədər də Kreml ruporu hesab olunsanlar da bəzən elə sözlər eşitirdi ki, Rusiya mediasında, hətta biri adını unutmuşam, bəlkə siz xatırlayarsınız, belə bir ifadə işlətmişdi ki, müharibənin ilk aylarında
biz hələ Ukraynaya qarşı döyüşürük. Biz əgər Azərbaycan xüsusi təyinatına qarşı döyüşsəydi nələr baş verərdi kimi ifadələr də eşidirdik. Təbii ki, bütün bu zəfər asan qazanılmadı. Bizim bu cəngavərlərimizin hesabına qazanıldı. Ona görə qürur duymamaq mümkün deyil. Bir daha Allahdan şəhidlərimizə rəhmət dilirik. Valideynlərinin qarşısında baş əyirik, əllərindən öpürük ki, belə igid övladlar böyütmüsünüz vətən üçün, torpaq üçün, xalq üçün, millət üçün. Hörmətli İlham müəllim. Bəli, mən də üzr istəyirəm, yadımdan çıxmamışdı. Sadəcə olaraq vaxt oldu. Mən də şəhidlərimizə rəhmət edirəm, qazilərimizə can sağlığı, valideynləri qarşısında onların baş əyirik, komandanımıza, Ali Baş Komandana minnətdarlığımızı bildiririk. Bütün bunlar hamısı yenə deyirəm, millət üçündür, dövlət üçündür, hər birimiz üçündür, hər bir Azərbaycanlı üçündür, güneyli və quzeyli Azərbaycanlılar üçündür, hamımız üçündür. Bu arada əziz tamaşaçılar, mən hər birinizdən xahiş edirəm, lütfən yayımı izləyərkən yayımı bəyənib paylaşmağı, şərh yazmağı da unutmayın lütfən. Hörmətli İlham müəllim, Rusiya-Ukrayna cəbhəsində çox ciddi proseslər baş verməkdə, ötən dəfəki müzakirələrimizdə dəfələrlə bu məsələyə toxunmuşduq. Ancaq son ayların, bəlkə də son illərin ən şiddətli döyüşlərindən biri məhz Pakrovskda gedir. Sizin çox maraqlı bir iddianız da olmuşdu digər televiziyalarda, bunu da izlədim. O ifadənizdə bildirirsiniz ki, bu müddət ərzində, yəni bugünün döyüşləri deyil Pakrovskda sadəcə, il yarımdan çoxdur davam edən döyüşlər ərzində 120 mindən çox əskərin itilməsi, eyni zamanda sadəcə Pakrovskda Rusiyanın 170 min qoşun cəmləşdirməsi ilə bağlı iddialarınız var. İstəyərdim bir qədər də açasınız, nələr baş verir Pakrovskda? Doğrudan da yəni bu mənim iddiam deyil, bu faktiki reallıqdır ki, mən də o reallığı deyirəm sizə. Yəni ki, faktiki budur ki, bilirik ki, 170 min nəfərlik qoşun topladı Pakrovsk istiqamətinə son aylarda yəni. Bu niyə belədir? 16 aydır ki, artıq yəni ki, il yarıma yaxındır da. İl yarıma yaxındır ki, Pakrovsk istiqamətində, Mirnograd istiqamətində nə qədər Rusiya cəhd eləsə də, misal üçün, Donetskin işğal edə bilmədiyi yerləri öz nəzarətinə götürə bilməyib, işğal edə bilməyibdir. Bu məsələ hətta özünüz bilirsiniz ki, beynəlxalq danışıqlarda, söhbətlərdə bir, belə deyək ki, şərt irəli sürürdü həmişə Putin ki, misal üçün, Trumpla Alyaskada görüşündə də, 2 saat yarımlıq danışıqdı, söhbətində də nə bildirmişdi? Deyirdi ki, o işğal etmədiyim yerləri, adını qoyurdu, təbii ki, işğal demirdi, deyirdi ki, bizim nəzarət etmədiyimiz yerləri də bizə verin, ondan sonra atəşkəs məsələsinə danışıqlara başlaya bilərik. Bu da təbii ki, qəbul olunmadı. Qəbul olunmadığı üçün artıq ondan sonra da sanksiya tətbiq olundu. Sanksiya tətbiq olunandan sonra Putinin göstərişi oldu ki, mütləq və mütləq Pakrovsk və ümumiyyətlə Donetskinin qalan hissəsi işğal olunmalıdır, tutulmalıdır. Nəyə görə? Siz bir daha xatırladım ki, tamaşaçılara ki, noyabrın 20-sində bu Trump'ın qəbul etdiyi Lukoil və Rosneft haqqında sanksiyalar noyabrın 20-sində qüvvəyə minir. Yəni o bir ay müddətədir də bu. Ona görə də Putin də istəyir ki, nəyin bahasına olursa olsun, o nəyin bahasına deyəndə təbii ki, can bahasına. Rusiya xarakteridir. Bu Rusiyanın istəyir, Çar Rusiyası dövründə, istəyir 2-ci Dünya müharibəsində, Sovet dövründə. Ət müharibəsi deyirlər buna, baxmazlar. Yəni insana dəyər vermədən, əskərə dəyər vermədən necə gəldi, məsələn, hücum elə bu obyektiv, yəni ki, buranı, bu hədəfi almaq lazımdır. Bugün də faktiki olaraq öz Pravoslav Slavyan qardaşlarına qarşı bax bu ət müharibəsini aparırlar. Özləri də ölürlər. Yəni ki, təbii ki, biz bilirik ki, Rusiya cəlb etdiyi əskərlər içərisində Rusların sayı 50%-dən yuxarı deyil. Yəni ki, qeyri-millətlərin nümayəndələridir. Yəni faktiki olaraq amma Rusiya vətəndaşlarıdır və bunlar da çox ölüm-dirim mübarizəsi gedir. Hal-hazırda Pakrovskda vəziyyət olduqca gərgindir. Yəni demək olar ki, şəhərin 80%-i tutulmuş vəziyyətdədir bu Ukrayna hərbiçilərin dediyinə görə. Hətta bunu Putin elə bilirdi ki, ayın 15-inə qədər qutaracaqdı, amma alınan informasiyalar göstərir ki, bir həftə, 10 gün, ən uzağı 2 həftə çəkə bilər bu cür davam edərsə. Yəni ki, geri çəkilmək, yəni sadəcə belə deyək, Pakrovskdan geri çəkilsin, bu istiqamət yoxdur. Siz təsəvvür edin də 120 min qoşun, yəni 170 min cəlb ediblər, 120 min bunun aktiv döyüşə yollanıbdır. 21 min qoşunu var orada Ukraynanın. 8 nəfərə 1 nəfər düşür. Təsəvvür edirsiniz, Ukrayna əskərinin qəhrəmanlığı nədir? Ukrayna xüsusi xidmət orqanlarının bir-birinin ardınca keçirdiyi desant əməliyyatları deyirlər. Desant dəstələri göndərdilər. Bu xeyli, misal üçün, o prosesi, yəni o sürəti, Rusiya işğalçılarının sürətini zəiflətdi.
Yəni Ukrayna orada sona qədər mübarizəsini aparacaq. Amma biz deyək ki, tutaq ki, Rusiya bəy sabahları Pokrovsk alındı. Misal üçün deyək, yəni ki, alındı. Bu Ukraynanın məğlubiyyəti demək deyil ha hələ. Yəni ki, mən artıq Ukrayna mətbuatında da oxuyuram. Ukrayna hərbiçilərinin, hərbi mütəxəssislərinin dediyinə görə, əksinə bu Putin deyəcəkdir ki, mən gördüyünüz kimi Ukraynanı zəiflətdim, Ukrayna zəifdir, mənim qarşımda aldım. Bu hamı görür ki, bu Ukraynanın Pokrovsk şəhərini almaq Putinin necə baha başa gəlir. Və ona nə qədər özünə qalib obrazı yaratsa da, öz ölkəsini qalib ölkə kimi təqdim etməyə çalışsa da, reallıq ortadadır. Bugün yenə deyirəm, sabahlar Pokrovsk alındı. İndiyənə qədər 16 ay ərzində 120 mindən çox adam itiribsə, son bir həftənin 10 gün içində 10 mini keçibdir artıq onların itirdiyi əskərin sayı. Təsəvvür edirsiniz? Bu məqamda bir haşiyə çıxmaq istəyərdim. Bəli, çox fantastik rəqəmlər səsləndirildir. Avropa mediasında da biz bununla tanışıq. Deməli, çox maraqlı məqamlardan biri də bundan ibarətdir ki, siz də qeyd elədiniz ki, bu hələ Ukraynanın məğlubiyyəti demək deyil. Pokrovskun işğal edilməsi fonunda o demək deyil ki, Donetsk tamamilə Rusiyanın nəzarətinə keçdi. Ondan sonra bir neçə vilayət də qalıb da. Siz o bölgəni çox yaxından tanıyırsınız, bilirsiniz. Ondan sonra möhkəmlənmə prosesini necə təsəvvür edirsiniz bəs Ukraynanın? Rütbət bəy, yəni ki, vilayət yox, şəhərlər qalıbdır, qəsəbələr qalıb. Kramatorsk'dır, Konstantinovka'dır, Kramatorsk'dır, bu istiqamətdə Mirnogradın özüdür, amma Mirnogradla çox yaxındır. Ondan sonra Dnepropetrovsk vilayətinin kənd təsərrüfatı sahəsidir. Faktiki orada istehkam qurmaq üçün zaman lazımdır. Çünki nə şəhər var, yəni deyərsən ki, növbəti yaxınlıqda bir şəhər var, o şəhərə belə deyək ki, bir istehkam kimi istifadə olunacaq binalarından, onların zirzəmilərindən və s. Yox, elə bir vəziyyət olmadığına görə, mən oxuduğum, aldığım məlumatlara görə, yəni sürətlə hər ehtimala qarşı, yəni ki, növbəti şəhərə qədər, yəni ki, böyük bir istehkamlar yaradırlar və çalışırlar ki, bunu 10 gün ərzində həyata keçirsinlər. Artıq bir neçə gündə keçirdi və deyirlər ki, çox möhkəm bir yeni istehkamlar qururlar. Bilirsiniz, orada düzəngahdır o istiqamət. Faktiki olaraq Dnepropetrovsk'ın orada Pavlograd səhv eləmirəm, növbəti şəhərinə qədər çox düzəngahlıqdır. Bu isə dronların açıq fəaliyyət göstərməsinə, hədəf vurmasına böyük şərait yaradır. Ona görə o istiqamətdə bu işlər görülür, yəni müdafiə işləri görülür. Amma gəlin görək, tutaq ki, laf belə Pokrovsk alındı. Putin necə sabah deyəcəkmi ki, artıq mən Pokrovsk'ını almışam, gəlin atəşkəs söhbətini eləyək, atəşkəsdən sonra danışıqlara başlayaq. Bu gözlənilmir, hiss olunur ki, gözlənilmir. Bundan sonra da davam eləyəcək. Xerson istiqamətində də, Zaporojye istiqamətində də davam etmək fikri var. Xüsusilə yenə də elə Xarkov istiqamətində də bilirsiniz ki, o Dabropolya əldən ələ keçir, gah Ukrayna nəzarət edir, gah Ruslar nəzarət edir. Bu səhərdə hücum ediblər. Amma Ukraynanın da hücumlarını, Ukraynanın da zərbələrini yaddan çıxartmaq olmaz. Elə hər gün faktiki olaraq neft bazalarını, neft kimya bazalarını, elə bu gün səhər-səhərdə Başqırtistanda olan böyük bir neft kimya bazası vurulubdur. Digər yerlərdə hədəf alınıbdır. Mən konkret olaraq Kəşfiyyat Baş İdarəsinin əməliyyatını deyirəm. Dünənləri də çox güclü bir əməliyyat keçirtdilər. Böyük bir obyekti vurdular. Yəni bu bir-birinin dalınca Krımda da yenə də bu işi davam elətdirirlər, Krımı da vururlar. Bunlar da Rusiyanı zəiflədir. Amma çox təəssüf ki, Rusiyanı, yenə deyirəm, ət müharibəsi aparır və bu istiqamətdə qarşısına o məqsədi qoyubdur. Ola bilsin ki də, yenə deyirəm, həyata keçirsin, çünki çox realdır. Şəhərin 80% əldən gedibdir. Rusiya bəy, bir məsələni qeyd edək ki, faktiki olaraq, yəni ki, Zelenski də bu istiqamətdə çıxış elədi. Dedi ki, yəni ki, biz sona qədər vuruşacağıq da. Yəni ki, o demək ki, yəni Pokrovsk'ın təslim düşməsi, Pokrovsk'ın işğal olunması Ukraynanın məğlub olması demək deyil. Çox təəssüf ki, Avropa bu istiqamətdə bilirsiniz, o qədər lənk hərəkət eləyir ki, açığı deyim. Yəni ki, gözlənilən məsələləri, qərarlar qəbul edir, amma o yardımlar o qədər geç çatdırılır ki. Amma Rusiyanın pullarını zamanında ödəyirlər. Mən indicə informasiya oxudum. Faktiki olaraq neft, qaz və digər metallar, alüminium, nikeldən hər il 34 milyard dollar Avropa ölkələri Rusiya pul ödəyirlər. Onun təkcə 24 milyardı elə yalnız neft qazdan ibarətdir. Yəni bunlar da bir şey fikirləşməlidirlər və Rusiyanın da, üzr istəyirəm, Ukraynanı da o məlum raketlərlə, yəni ki,
Çox vacib deyil Tomahawk kimi olsun ballistik raketlər. Digər yaxın mənzilli, uzaq mənzilli raketləri daha sürətlə təmin edə bilərlər. Aviasiyanı daha tez verə bilərlər. Qərar qəbul olunur, çox gec də realizasiya olunur və bu da çox məsələnin yubadır, Ukraynanın belə daha çox əzab çəkməsinə, zülm çəkməsinə səbəb olur. Hər halda Avropa bilməlidir ki, Ukraynanın təhlükəsizliyi birbaşa ilə Avropanın təhlükəsizliyidir. Təbii ki, bunu bilirlər, kömək edirlər, amma yenə deyirəm, çox təəssüf ki, hərəkətdə, yəni ki, yerinə yetirməkdə lap müharibənin əvvəlindən bu günə qədər də həmişə çox ləng hərəkətlər ediblər. Aydındır, aydındır, hörmətli İlham müəllim. Mən sizə təşəkkürümü bildirirəm. Minnətdaram vaxt ayırdınız, iştirak elədiniz, dəyərli təhlillərinizi bölüşdünüz. Çox sağ olun bəy.